Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Möhtəşəm bir dənə iki mərtəbə. Birinci mərtəbə monolit beton, ikinci mərtəbə monolit beton. Belə bir dənə şəxsi tikili, gözəl bir dənə 7 dənə otaq, hörmətli izləyicilər. Evimizin dəhlizindən başlamışam çəkilişə, axıra kimi izləyin. Evimiz qubçalıdır, qeyd edim deyim, biraz qubçalıdır. Pilləkəni də betondur, bax pilləkəni də betondur. Geniş kvadratdadır, görürsünüz, dəhlizi böyük, geniş kvadratda. 5 sotun içində 340 kvadrat, 5 sotun içində gözəl bir dənə möhtəşəm evdir. Hörmətli izləyicilər, yataq otaqlarından başlayım aşağıdan. Bir yataq otağımız budur. Tam təmirli, hazır, döşəmə, laminat. Pəncərələrin qarşısında heç bir maneə yoxdur, öz həyətinə baxır. Bu ikinci yataq otağımızdır. Pəncərələri, iki pəncərəsi var. Gördüyünüz kimi öz həyətinə baxır, qabaq tərəfə baxır. Həyətini də çəkib göstərəcəm. Axıra kimi izləyin, hörmətli izləyicilər. Evimizin aşağı tərəfdə, demək, bura hamam otağıdır, hörmətli izləyicilər. Masajırda yerləşir, hörmətli izləyicilər. Masajırda belə bir hamam otağı var. Burada bir hamam otağı, burada əl damıdır, əlavə banka, balon yığmaq üçün. Geniş kvadratda. Keçəyim buradan evimizin demək, mətbəxidir, hörmətli izləyicilər. Gördüyünüz kimi geniş kvadratda mətbəxidir. Döşəməsi istipol. Evimizin istiri sistemi kombidir. Çox gözəl də təzə, yeni yığılmış kula mebeldir. Yəni mətbəx mebeli gördüyünüz kimi. Pəncərəsi, iki pəncərəsi var özü mətbəxin. Öz həyətinə baxır, hörmətli izləyicilər. Tam hazır gir yaşa evdir, hörmətli izləyicilər. Şəxsi tikili evdir. Şəxsi tikili 2 mərtəbəli evdir, hörmətli izləyicilər. Monolit beton, birinci də, ikinci də. Buradan keçək qonaq otağına. Qonaq otağımız geniş kvadratdadır. Bax, bu otaq boyda da yuxarıda bir dənə yataq otağı var, hörmətli izləyicilər. Bax, tam hazır, təmirli, gözəldir evdir. 2 mərtəbə, bir pəncərə buradadır. Orada da 2 pəncərəsi var qonaq otağının. Geniş kvadratda. Möhtəşəm də şəxsi tikili özünə aid evdir. Döşəməsi də gördüyünüz kimi laminatda, amma bahalı laminatdan deyil, bir parketdir gördüyünüz kimi, hörmətli izləyicilər. Qapıları da genişdir, bax, qonaq otağının qapısı genişdir. Keçən qalxanında evimizin ikinci mərtəbəsinə çəkim sizə göstərim, hörmətli izləyicilər. Qalxanın pilləkəndən ikinci mərtəbəyə. İkinci mərtəbədən bax çəkirəm sizə göstər, belə qalxırında ikinci mərtəbəyə, bax pilləkənlərini çəkib göstərirəm sizə. Tam geniş, 4 dənə adam yan-yana qalxar pilləkəndən. Geniş, bax belə bir geniş, gözəl bir dənə belə bir evimiz satışa çıxıb. Bax, 2 mərtəbənin dəhlizinə baxın, aşağı mərtəbənin dəhlizinə baxın, geniş, yuxarının dəhlizinə baxın, geniş. Bax, belə bir ev, düşmə bir variantdır, hörmətli izləyicilər. Bax, 1, 2, 3, 4 dənə otaq, yataq otağı yuxarıda, ikinci mərtəbədə. Bax, bir yataq otağı budur, gördüyünüz kimi, bir dənə aboy vurulmayıb, aboy vurulmalıdır. Bu ikinci geniş, belə möhtəşəm bir dənə, geniş bir dənə yataq otağı gördüyünüz kimi, aşağıdakı qonaq otağının kvadratındadır, hörmətli izləyicilər. Evimizin kondisioneri də hamısı vardı, gördüyünüz kimi. İstəsəz əşyalar ala bilərsiniz, hörmətli izləyicilər. Evimizin dediyim kimi kubçası var. Belə bir geniş dəhlizi var, gördüyünüz kimi. Buradan keçən evimizin digər yataq otaqlarına bax, bir yataq otağı budur. Görürsünüz, pəncərələrin qarşısında maneə yoxdur, genişdir, böyükdür yataq otağı. Hələm hamam otağına baxın, hörmətli izləyicilər. Geniş, baxın, bu dəhlizidir hamam otağının. Burada bir dənə üzü üstünə ayaq yolsudur. Burada ki, düz qonaq otağı boyda da bir dənə hamamı var. Bax, geniş, böyük, görürsünüzmü, hörmətli izləyicilər. Bir dənə qapılarını qoymayıb, onun qapılarını qoyacaq. Bax, belə bir evdir. Həyətini çəkib göstərəcəm. Axıra kimi izləyin, hörmətli izləyicilər. Masajırda Qubadlı məktəbi var. Düz Qubadlı məktəbin yanındadır. Bu da 7-ci otaqda, hörmətli izləyicilər. Gördüyünüz kimi pəncərələr öz həyətinə baxır. Bunun bir dənə döşəməsinin laminatından aboyun vurmayıb. Onu deyir, kim alsa özü lap, bura lap qiymətinə danışaraq mən vuraram deyir. Qardaş, bax, geniş kvadratda. Keçək indi balkonuna. Geniş belə balkonu var, görürsünüz. Balkonu da genişdir, hörmətli izləyicilər, gördüyünüz kimi. Və balkondan keçirik evimizin həyətini çəkim göstərim sizə. Hündür bir ərazidə yerləşir. Masajını gördüyünüz kimi geniş belə bir həyəti var. 5 sotun içində 340 kvadrat 2 mərtəbə evdir, hörmətli izləyicilər. Monolit beton. Həyətini çəkim göstərim sizə. Gedək çəkim göstərim sizə, hörmətli izləyicilər. Hörmətli izləyicilər, keçən indi həyətini çəkim göstərim sizə. Geniş belə bir həyəti var. Bax, belə bir 5 sotun içində şəxsi tikili evdir. Monolit beton dediyim kimi, mərtəbə arası monolit, aşağı mərtəbə monolit və altında padvalı da var, hörmətli izləyicilər. Evimizin bu giriş qapısı buradır. Burada da əlavə bir dənə yay mətbəxi var. Həyətində bax, ağacları var. Yaşıllığı var, ondan sonra gülü, çiçeği gördüğünüz kimi bütün meyve ağaclarından var. Bu giriş dərmi daracası budur, üstünə belə naves kimi bağlayıblar. Burada yay mətbəxidir, həyətində gördüğünüz kimi, hörmətli izləyicilər. O belə geniş. Oradan zirzəmiyə giriş var, oradan evin böyründən zirzəmiyə giriş var. Pəncərələr hamısı da öz
həyətinə baxır, bax belə bir geniş kvadratda günəş işığı düşür gözümüzə. Bax belə bir evdir, hörmətli izləyicilər. Həyəti geniş, bax. Çox super. Masazırda Qubadlı məktəbin düz yanında yerləşir evimiz. Marşrutla arası 100 metr məsafə, məktəblə arası 100 metr məsafə. Evimizin böyük tərəf hissəsində də keçmək olur, evin arxasında da keçmək olur. Belə bir evi almaq istəsəniz, möhtəşəm evi. 175 min manata deyilir bu ev, endirim yeri var. Real müştəri üçün endirim yeri olacaq. Kupça da ki, birbaşa alınacaq müştərinin adına. Yeni bir kupça alınacaq, birbaşa müştərinin adına. Xahiş edirəm, kanalımıza abunə olun, izləyin. 055 555 1039 nömrəni əlaqə saxlayın. Buyurun, gəlin alın. Möhtəşəm, şəxsi tikili 2 mərtəbə. Sağ olun, sağlıqla qalın.